Hamınıza salam dostlar. Bugün kəsirlər mövzusunu işləyəcəyik. Belə videoların davam gəlməsi istəyirsə, kanala abunə olub like atmağı da unutmayın. Birinci sualda deyib 5-də 3, 7-də 6, 2-də 9, 4-də 5, 8-də 8, 9-da 1. Kəsirlərdən neçəsi düzgün olan kəsirdir? Düzgün olan kəsir o deməkdir ki, yəni kəsirlər tam deyildir, tam ədəd deyildir. Məsəl üçün 5-də 3-ü tam eləmək olmur. Amma 2-də 9-u tam eləmək olur. Məsəl üçün 4-də 2-də 1. 4 tam 2-də 1 olur. Buna görə düzgün olmayanları ixtisar edirik. 8-də 8-də tamı çevrilir, 1 tam olur. 1, 2, bir də 3 dənə. 3 dənə düzgün olan kəsirimiz var. İkinci sual 4'də 1, 3, 5, 3'də 5, 7'də 6, 9'da 9, 11'də 10, 13'də 17, 4'də 19 kəsirlərdən neçəsi düzgün olmayan kəsirdir? Düzgün olmayan düzgün olmayan kəsir odur ki, düzgün olmayan kəsirlərdə siz bilirsiniz, tam ədədə çevrilə bilir. Məsələn, 4'də 1 tam ədədə çevrilə bilmir. 3'də 5 tam ədədə çevrilə bilir. 7'də 6 çevrilə bilmir. 9'da 9 çevrilə bilir. 11'də 10 çevrilə bilmir. 13'də 17 çevrilə bilir. 4'də 19 çevrilə bilir. 1, 2, 3, 4 dənə düzgün olmayan kəsirimiz var burada. Aşağıdakılardan neçəsi hansı sadə kəsirdir? Sadə kəsir odur ki, yəni hər bir dənəsi bölüm sadə vuruğu yoxdur. Yəni vuruqları yoxdur. 37 bir özünü bölünür, bir də 37 bölünür. Bunu ilk dərslərimizdə demişdik ki, sadə ədəddə nədir? Sadə kəsirdə elə sadə ədədlərin bir növüdür. Məxrəci 31 olan neçə düzgün kəsir var? Məxrəc aşağıdakı həddidir. Yəni kəsir xəttinin aşağısında yerləşir. 31 isə yəni düzgün olması üçün 31 olmamalıdır. 31 dənə ədəd yerinə 30 dənə ədəd olmalıdır. 31-də 30, 31-də 31 olan zamanı 1 olur. Buna görə də biz 31'də 30 götürəcəyik. Yəni 30 dənə bunun olan düzgün kəsiri var. 5'də deyilsə, 5'də 1, 3'də 1 kəsirlərin arasında yerləşir. 5'də bunları bu variantlara uyğun çevirəcəyik. Burada E variantı olacaq. 60'ı 5'ə bölən zamanı 12. 5'də 1'i 12'ə bölən zamanı 60'da 12 eləyir. 30'u 60'a bölən zamanı 3'ü də 60'a bölən zamanı 20. 3'ü də 20 vuran zamanı 60'da 20. Buna görə də arada qalan 5, 19, 5'də 1 ilə 3'də 1'in arasında qalır. 6-cı incəni 5-ci misalla eyni misaldır. Bunu siz şərhlərdə bildirəsiniz. Mən sizə hansı sualın doğru olub olmadığını sizə şərhlərdə bildirəcəm. 7-ci sual kəsirin sürətini 15 dəfə, məxrəci isə 3 dəfə artırsaq, kəsr qiyməti nə olur? Məxrəc 3 olur. Bir dəqiqə dostlar. Bəli, məxrəc 3 olacaq. Sürət isə 15 olarsa, dəqiqə. Bu da 5 dəfə artar demək olur. 8. Kəsirin sürətini 9 dəfə artırır. Məxrəcini isə 3 dəfə azaltacaq. Kəsirin qiyməti necə dəyişər? Burada qısaca, çox qısa formada 9'u vuracağıq ki, 27 dəfə artacaq. Bu sadə misal idi. Və 9-cu suala keçdiyimizdə 9-cu sualda deyir ki, A 3'də 5'dir, B 11'də 10'dur, C-də 7'də 1'dir. Kəsirləri müqayisə edin. Gördünüz ki, bu ədədlər, yəni aşağıdakı biz bunları müqayisə etmək üçün məxrəcləri eyni gətirməliyik. Görünür ki, çox ədəd, uzun ədəd alınır. Bu zaman sürətləri keçirik. Sürətlərdə 11, 15, 1 varsa, bu zaman 3'də 5 olacaq, 6'da 5. Dostlar, səhv biraz pis yazsa yaza bilərəm.
Bir dakika, bu var mı? Ha, varmış. Ha, 3'də 5 olacaq. A'mız olacaq 3'də 5. Bir dakika. A 3'də 5 ise B B olduğu kimi qalacaq. 11'də 10. C də olacaq 70'də 10. İndi biz burada normal yazdığınız kimi yazacağıq. Yəni hansı daha böyükdür ona yazacağıq. Xeyr, burada olacaq 6'da 10. Burası səhv yazmışam. 6'da 10 ən kiçik kəsir olacaq. Yox, bir dəqiqə dostlar. Burada 70'də 10, 11'də 10, 6'da 10. 6'da 10 ən böyük olacaq. 11'də 10, 6'da 10'dan kiçik olacaq. Yəni ən böyükləri burada olacaq. 6'da 10. Sonra ikinci gəlir 11'də 10, üçüncüdə 70'də 10. Çünki burada kəsimlərdə bu sürətindən hesablayan zamanı belə alınır. Yəni sürətini hesablayan zamanı ən kiçik ədəd ən böyük ədəd çıxır. Burada hansı ədəd 1-ə daha yaxındır? Əgər 100 görürsünüzsə, 100-dən yuxarı görən zamanı burada həmişə götürməlisiniz. 1-ə ən yaxını o çıxır. Burada isə 8-də 5'i 3'ə vuran zamanı 15. Burada da 5'ə vuran zamanı 25. Eyni məxrəc gətiririk. Bir dəqiqə dostlar. Və burada 25'dən də 15 çıxan zamanı qalır 10. 12. 53 çıxılsın 3 kəsir xətti 20 bərabərsə 4'də 1 olarsa belə olacaq. 5'ə bölünüb deməkdir ki 53'dən 3 çıxan zamanı 53'dən 5 çıxacaq 48. 48'də 16'ya bölən zamanı dəqiqə səbir edin. Ha, düz eləmişik. C olacaq. Hə. 48'də 3'ə bölən zamanı 16 düşür. İndi yox. 16 3'ə bölən zamanı 48. 53'dən də 48 çıxan zamanı 5. 20'də 5 alınır. Onu da ixtisar edən zaman 4'də 1 alınır. Burada isə birinci burası 33'də. Bir dəqiqə, burası kömək lazımdır. Hə. 33. Böyle yazım. Bəli. Hə, indi oldu. 33 mötərizə. 17 üstə gələk. 13 mötərizəni bağla. Niyə burada 33 17 13 götürdüm? İndi izah edəcəm. Çünki baxın, burada məxrəc 33 olmalıdır. Yəni hər iki dənə yadda saxlayın ki, bu yuxarı hissədə əgər 2 dənə varsa, o biz onu məxrəc kimi götürəcəyik. Və burada da bunun yerdə qalan 17-dən 13-də toplayan zamanı 33'də vurulsun 10 olacaq. O bir sonra başqası o birisine keçən zamanı 66'da 60'dan da bundan ixtisar eləyəcək. 66 ilə 6 2 də bunlar burada yazılmayacaq. Hə, baxın burası 30'da 30 oldu, düzdürmü? Ben yazan için siz de aşağıdan like atmayı unutmayın. Buranın da İndi bunlar ixtisar edəcək. 66 ilə 33 2'də 1 olacaq. 2
5.1. Bundan da bu gedəcək. 5'də burası qalacaq. 2'də 5'də B olacaq. Burada bu misalı siz 14-cü sualı özünüz şeylərdə yazın. Çünki mən bunu elədim. 6'nı gəlin bir yerdə eləyək. 6-cı sualda olacaq C variantı. 6 35'e bölün zaman 6, 6 3 vuran zaman 18, bunu 5'e 25 arasında qalan C variantıdır. 14'ü şərhlərdə yazın, mən sizə düzgün cavabı şərhlərdə bildirəcəm. Sürəti 5 olan və 8'də 5'dən böyük olan neçə? Biz dedik ki, sürəti 5-dirsə, bundan yeni 6'da 5-dən 7'də 5 olacaq. Çünki 6'da 5, 7'də 5, 5'i məxrəcdə kiçik olarsa, bunlar böyük, yəni 8'də 5-dən böyükdürlər də. Buna görə də burada 2 dənə olacaq və bizə niyə 5'də 5 götürməliyik? Çünki bizə düzgün olan kəsir istəyir. Bizə düzgün olan kəsir götürdük. Bu iki sual səhv sualdır. Bu suallar səhv həlləri yoxdur, səhv suallardır. 18-ci sualda tarixi tapşırıqların 3'də 1'ini, sonra 1-ci gün, 4'də 1'ini isə 2-ci gün tapşırıqların hansı hissəsi yetirildi? Bunları eyni məxrəc gətirəcəyik. 3'də 1'i 4'də vuran zamanı 12'də 4. Pis yazsam bağışlayın dostlar. Bunu da 12'də 3 toplayacaqsınız. Toplayacaq və 12'də 7 alınacaq. Sonra şagirdlərin tapşırıqların 5'də 2'sini 1-ci, 7'də 1'ini isə 2-ci gün yerinə yetirdi. Tapşırıqların hansı hissəsi yetirilmədi? Bunları eyni məxrəcə gətirəcəyik. Yenə həmin kimi 35. Bu səfər qısa formada yazacağam. Niyə belə oldu? Bir dəqiqə özüm əlimdən yazım. Hı. 7'ye 14. Üstə gələk. %35'də 19 alınırsa, bizə deyir neçəsi hissəsi yetişdirilməlidir. 35'də 35 isə 35'də 19'dan 35'də 35 çıxan zamanı 35'də 16 alınacaq. C variantı. 20-ci sualda belə olacaq. 20-ci sualı oxuyaq. Deyir ki, 3 çıxılsın 1,8 bölünsün 0,9. Biz birinci ən başda yuxarını eləməliyik. Yuxarını eləyəndə yuxarıya baxaq. Birinci belə eləyəcək. 3'də 1-də birinci 1,8-i böləcək 0,9-a. 0,2. Bunu mən yazamıram çünki həm balaca yerdir. Siz bu mən dedikcə yazın. 2 1,8-i bölən zamanı 0,9'a 2. 3'dən də 2 çıxan zamanı 1. Öz kontentimdə deyil. Deyənə yaxşı yaza bilmirəm. İndi aşağıya keçən zamanı aşağıda belə olacaq. Bir tane 3'də 1'i çevirəcəyik qarşılıqlı düzgün olmayan kəsirə. Belə olacaq. Bir tane 3'də 1 olacaq 3'də 4. 3'də 4'ü böləcəyik 4'də. 3'də 1. 3'də 1 də 1'ə bölən zamanı cavab olacaq 3. Bugünlük bu qədər dostlar. Bütün hamısının izahını bir-bir verdim. Bugünlük bu qədər. 14-cü sualın həllində siz şərhlər bölməsində yazarsınız. Mən sizə düzgün cavabları, yəni səhv cavabları mən sizə şərhlər bölməsində izah edəcəm. Sağ olun dostlar. Kanala abunə olub, like atmağı da unutmayın.